Herkese salam. Sizlərlə mən yeni bir Azərbaycan dili izahında daha bərabərəm. Bugünkü mövzu izahımız isim mövzusu olacaq. Dərsin izahına keçməzdən öncə ənənəvi olaraq girişimizi eləyək. Mənim ödənişsiz yay dərslərimdə iştirak etmək istəyən hər kəs video başlığındakı və lövhədəki əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Onlayn şəkildə 3 ay ödənişsiz formatda dərslər keçiriləcək. Yaşından, ixtisasından, oxuduğu sinifdən asılı olmayaraq hər kəs qatıla bilər. Çox uzatmayaq, başlayaq isim. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Kim, nə, bəzən də hara suallarından birinə cavab verir. Hara bizi çaşdırmasın, inşallah mübtədanı da keçəndə bu məqamlara toxunarıq. Qrammatikada əşya anlayışı var. Canlı və cansız, konkret və yaxud da mücərrəd olmağından asılı olmayaraq bütün bu predmetlər əşya adı altında verilir. Yəni əşya deyəndə biz o bizə məlum olan, o anlayışımıza bəlli olan əşyaları sadəcə nəzərdə tutmuruq. Ümumi hər şey əşya adı altında bütün bu predmetlər verilir. İsmə mənsub olan, ismə məxsus müəyyən kateqoriyalar var ki, biz bugün onlar haqqında danışacağıq. Konkret və mücərrəd olmağı, ismin konkretliyi. Deməli, konkret isimlər gözlə görülə bilən, əllə təması mümkün olan isimlərdir. Kitab, qələm, çanta, dəftər və s. Konkretdir bunlar. Mücərrəd anlayışları isə gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, yalnız təsəvvür olunan anlayışlar nələrdir? Mücərrəd isimlərdir. Məsəl üçün, bir də yazmışam ki, mücərrəd isimlər yalnız nə sualına cavab verəcək? İsmə mənsub olan kim, nə, hara suallarından yalnız nə sualına hansı cavab verir? Mücərrəd isimlər. Deməli, mücərrəd isimlər, məsəl üçün, yuxu, arzu, xəyal, zaman və s. Bunlar oldu nə? Mücərrəd isimlər. Bəzi isimlər vardır ki, onlar həm mücərrəddir, həm də konkret isimlərdir. Məsəl üçün, analıq, atalıq, bacılıq, qardaşlıq, saat və ağıl sözləridir ki, bunlar həm konkretdir, həm mücərrəd. Necə onu biz yoxlaya bilərik? Məsəl üçün, sənin analığın gəlib desək, burada olur konkret isim. Yəni, gözlə görürük, qadın gəlib, insan gəlib. Yaxud da analıq hissi mənasında olanda artıq olur mücərrəd. Həmçinin atalıq, həmçinin bacılıq, qardaşlıq və s. Eyni qəbildəndir. Saat və ağıl sözlərində izah edək qısaca. Bir var saat, o qolumuza taxılan saat mənasında, burada olur konkret. Bir də ümumi zaman anlayışı bildirəndə olur mücərrəd. Ağıl da ki, ağılın Azərbaycan dilində iki məna növü var. Biz bunu Dədə Qorqudda da keçmişdik. Məna növü deyəndə, yəni bildirmə məqamlarından biridir. Yəni bildirmə nə deyək? Belə toparlayaq. Ağıl bir var, ağılın deyir qapısını bərkitdi, Qaraca çoban. Bu ağıl yox, o tövlənin qapısını bərkitmək mənasında olur konkret. Yəni ağılın qapısını bərkidəndə, yəni tövlə mənasında olanda olur konkret. Ağıl mənasında olanda olur nə? Mücərrəd isim. Bu qədər konkret və mücərrəd isimlərdən orada elə də bir şey qalmadı. Bir də mən müəyyən qeydlər yazmışam bu aşağıya. Sevinclidir, kədərlidir, həyəcanlıdır, fikirlidir. Bu tip sözlər düzdür. Müəyyən mənada mücərrəd sözlərə oxşuyur. Yəni sevinç hissin, kədər hissin gözlə görmürük. Amma biz nədən danışırıq? Biz isimlə danışırıq. Düzdürmü? İsim. Biz isimdən danışırıqsa, sifətləri baxmayaraq ki, nə qədər də onların məzmunu isimlə səsləşsə də, yəni isimlə deyəndə mücərrəd mənalı sözlərlə səsləşsə də, biz onları mücərrəd isimlər kimi götürməyəcəyik. Sevinclidir, fikirlidir, kədərlidir, həyəcanlıdır. Bunlar nə oldu? Bunlar ona görə sifətdir. Bunlar deməli bizim qaydalara aid edilməyəcək. Belə, yəni onlar mücərrəd isim deyil. Konkret isimdən danışdıq. Konkret isimləri bir də ümumiləşdirirəm. Gözdən gördüyümüz isimlərdir. Məsəl üçün, kitab, qələm, dəftər və s. Mücərrəd isimlərdə onun əksi. Bu qədər. İsimlər daha sonra xüsusi və ümumi olmaq şərti ilə müəyyən kateqoriyalara ayrılır. Xüsusi isimlər varlığı tək olması ilə seçilən isimlərdir. Məsəl üçün, Kür, Araz, Qırat, Dürat, həmçinin o Dədə Qorquddakı atları da saya bilərsiniz, həmçinin Koroğludakı at adlarını da saya bilərsiniz. Daha çox testdə düşən, çaşdıran məqamlardan birini yazmışam, Qıratı yazmışam. Kür, Araz, Azərbaycan. Yəni bunların Azərbaycanın heç yerdə yoxdur, düzdürmü? Kürdən həmçinin. Yəni o varlığı tək olmağı ilə seçilir. Həmçinin Qırat adı biz bilirik ki, həmin ata verilmiş addır. Varlığı tək olmağı ilə seçilibsə oldu nə? Xüsusi isimlər.
Varlığı hamıya, ümumə aid olan isimlər isə olur ümumi isimlər. Məsəl üçün bir dənə söz qeyd eləmişəm, cənnət sözü. Bu testdə düşüb deyə qeyd eləmişəm. Ev. Bax, ev. Hamıya aid olan adlardır. Yenə yaza bilərəm, qələm yaza bilərəm, kitab yaza bilərəm. Hansı ki, bunları biz bayaq konkret isimləri keçəndə də adlarını çəkmişdik. Ümumi anlayışları verdik. Konkret isim nədir? Mücərrəd deməli, konkret isim nədir? Mücərrəd isim nədir? Həmçinin indi danışırıq. Ümumi isim nədir? Xüsusi isim nədir? Ümumi isimlər dedik ki, varlığı hamıya aiddir. Məsəl üçün cənnətdir, evdir, qələmdir, kitabdır. Hamıda biz bu şeyi görə bilərik. Düzdürmü? Xüsusi isimlər isə Qıratdır, Kürdür, Azərbaycandır və s. Yəni varlığı tək olmağı ilə seçilən adlardır, isimlərdir. Bu qədər. Ümumi məlumatları verdik. Keçək bizə lazım olan xüsusi məqamlara. Ən əsas, ümumi isimlərdən xüsusi ismə keçən adlar var. Məsəl üçün Ceyrandır, Arzudur, Fərəhdir. Nə deməkdir? Deməli, arzu nə? Bir arzudur. Bir də deyirəm ki, arzu bizə gəldi. Şəxs. Fərəh həmçinin, Ceyran həmçinin, Vəfa həmçinin. Bunlar ilk növbədə ümumi isimlər olub, daha sonra keçiblər nə? Xüsusi isimlərə. Daha sonra əksinə, xüsusidən ümumiyə keçənlər badamlıdır, sirapdır, rentgendir, kalaşnikovdur, şampandır və s. Bu qədər. Məsəl üçün, onu kəşf edən silahın adına verilmiş addır. Həmçinin rentgen onu kəşf etmiş tibb sahəsinə o vermiş olan alimin adı ilə bağlı olan bir anlayışdır. Badamlı, şampan və s. dediyimiz qəbillərdəndir ki, deməli, keçib xüsusidən ümumiyə artıq. Xüsusi elə ki, adam adlarından, bir yer adından nəyə keçib? Olub ümumi ad, ümumi anlayış. Yəni, hamının istifadə etdiyi söz, hamıya aid olan, anlaşıqlı olan söz, belə toparlayaq artıq. İsim olmayan digər nitq hissələrindən də xüsusi isimlər yarana bilər. Məsəl üçün, əzizdir, mehribandır, nə yazmışıq? Sonra sevil yazmışıq, coşqun yazmışıq. Bunlar isim olmayan nitq hissələridir. Yəni, sifətdən də deyir ki, xüsusi keçə bilər. Xüsusi isimlərə bunlar nümunə ola bilər. Bunları da görsək, qarışdırmıyor. Balaca ilə yazmışam, yəni ki, onun qarşılığı böyüklə yazılmalıdır. Məsəl üçün, deyir isim olmayan nitq hissəsidir, mehriban. Necə? Düzdürmü? Bu sifətdir. Amma mehriban bizə gəldi. Burada nə oldu? Artıq oldu isim. Kim gəldi? Mehriban gəldi. Yaxud da coşqun dəniz. Burada təbii ki, konkret ad yoxdur. Yəni, necə konkret ad yoxdur? Yəni, məna hamıya aiddir, ümumi isimdir. Coşqun dəniz. Amma mən onu xüsusiləşdirə bilərəm. Coşqun bizə gəldi. Kim gəldi? Coşqun. O çox, necə deyərlər, əziz insandır. Necə insandır? Burada da bir konkretlik yoxdur. Burada bir ümumilik var. Amma desəm ki, əziz bizə gəldi, olur nə? Artıq xüsusi isim. Mehriban bizə gəldi, əziz bizə gəldi, coşqun bizə gəldi və s. Ümumidən keçdi bunlar xüsusiyə. Bu şəkildə izah edək. Sonra yazmışam ki, leksik şəkilçi xüsusi ismi ümumi ismə keçirə bilər. Məsəl üçün, Azərbaycan xüsusi isimdir. Azərbaycanlı artıq ora qoşulsa olur ümumi isim. Bu qədər sadə, bəsit formada. Şirvan deməli oldu bizdə xüsusi isim, Şirvan, böyük hərflə yazdıq. Amma mən ora bir şəkilçi artırmışam. Baxın, leksik şəkilçi L, L şəkilçisini artırmışam. Deməli, keçib xüsusidən ümumiyə. Bu oldu 4-cü qaydamız. 5-ci və son qaydamız, bu hansı ki, bu qeydləri götürüb özünüzə yazsaz, əslində yaxşı olar. Xüsusi isimlər konkret olub, amonimlik, sinonimlik və antonimlik məna çalarlığına malik olmayan sözlər hesab olunur. Xüsusi isimlər deməli konkretdir, amma amonim, sinonim, antonimlik anlayışlarının içərisində biz onları görməyəcəyik. İndi isə haqqında danışaq tək və cəm isimlərdən. Təbii ki, qeydlərimizi götürək. Belə. Tək isimlər cəm şəkilsiz işlənən isimlərdir. Tək isimlər. Məsəl üçün, kitab, qələm, dəftər. Burada cəm şəkilçisi yoxdur ki. Cəm şəkilçisi nədir? Lar, lər. Lar və lər. Bu oldu cəm şəkilçisi. Bunsuz işlənənlər olur tək isimlər. Tək. Tək isimlər adətən ümumi isimlərə xas olan anlayışlardır. Belə. Cəm isimlərdən danışaq. Cəm isimlər lar-lər şəkilçisinin hesabına yaranacaq. Məsəl üçün, ev, evlər, kitab, kitablar. Nə oldu? Varlığı tək edində oldu cəm. Lakin, bəzi xüsusi isimlərin hesabına da cəm isimlər yarana bilər. Məsəl üçün, nizamilər, füzulilər və s. İşlənmə məqamından, yəni cümlənin arasında gəlməyindən asılı olmayaraq,
bu tip deməli isimlər hər yerdə böyük hərflə yazılmalıdır. Yəni cəm şəkilçisi qəbul etmiş xüsusi isim hardadsa böyük hərflə yazılmalıdır. Belə Nizamilər, Füzulilər və s. yazmışam ki, böyük. Belə. Bu larlər şəkilçisinin bizdə müxtəlif cür tələffüzü var. Qızınılı. Bunlara fikir verməyin. Məsəl üçün at sözü, qız, oğlan, nar sözü. Nar necə tələffüz olunur? Narrar. Düzdürmü? Oğlanlar necə tələffüz olunur? Oğlanlar. Qızlar olur qızlar. Atlar və s. Belə. Sonra lıq şəkilçisinə biz fikir verək. Lıq şəkilçisi sənət peşə mənasını bildirən sözlərdə cəmlənmir. Müəllimlik, həkimlik, analıq, insanlıq bunlar həmçinin deməli mücərrəd mənalı sözlər idi. Lıq şəkilçisi. Deməli müəllim əslində konkretdir, düzdürmü? Gözlə görürük, həkimi görürük, ananı görürük, indi analıq və s. orada müəyyən istisnası var idi. İnsanı görürük və s. Amma deyir mən ora lıq sənət peşə mənasını bildirən şəkilçisi artırıramsa, bu tip sözlərin üzərinə cəm şəkilçisi artıra bilmərəm. Aydındır, larlərdən işlənmir. Müəllimliklər, həkimliklər, analıqlar və s. demirəm. Adətən bu qaydamız belədir. Və larlər şəkilçisi bildirir ki, cəm anlayışını bildirir. Cəmlik mənasını bildirir. Amma bu cəm, sözün cəmlik anlayışı bəzən larlər şəkilçisi işlənsə də sözün məzmununda verilə bilər. Məsəl üçün yazmışam ki, ölkəmizdə istilər başlayıb. Ölkəmizdə isti başlayıb da, düzdürmü? Bu larlər şəkilçisinin burada heç bir, belə deyək də, formal olaraq verilib, heç bir rolu yoxdur. Yəni bunun məzmununa biz daha çox baxmalıyıq deyir. Belə, yəni kəmiyyət fərqi yaratmayıb burada. Larlər harda varsa, biz bu söhbətlərə fikir verməliyik. Burada kəmiyyət fərqi yaranmayan məqamlardan danışdıq. Daha sonra keçək toplu isimlərə. Toplu isimlərlə cəm isimləri biz çalışaq qarışdırmayaq. Biz tək isimlər cəm şəkilsiz işləndi. Larlər olmadan. Larlər şəkilsi ilə işlənənlər oldu cəm isimlər. Toplu isimlərin isə məzmununda topluluq, cəmlik anlayışları var. Yəni onların danışaq nümunələrdən ordudur, qoşundur, dəstədir, əhalidir, ilxıdır və s. Görürsünüz, deyir ordu. Ordu irəli atıldı. Ordu deyəndə bir adamdan danışmırıq ki, yəni ordunun içərisində 100 nəfər də ola bilər, milyon adam da ola bilər, 1000 nəfər də ola bilər və s. Məzmununda elə ki, onun cəmlik anlayışı var. İlxı, həmçinin, qoşun, dəstə və s. həmçinin. Oraya yazmışam larlər şəkilçisi. Toplu isimlər əksəriyyət etibarilə larlər şəkilçisi ilə işlənə bilir. Məsəl üçün ilxılar, məsəl üçün ordular və s. İndi cəmlənməyənlər hansılardır? Cəmaat, əhali və ictimaiyyət sözləri cəm şəkilçisini qəbul etməyəcək. Əzbər. Daha sonra mübtəda və xəbər arasında biz onların uzlaşmasını görə bilərik. Yazmışam mı? Hə. Əgər mübtəda təkdədirsə, onun xəbəri də təkdə olmalıdır. Ordu irəlilədi. Bu təkdədir ordular deməmişəm ki. Əgər desəm, belə olacaq. Ordular irəlilədilər. Xəbərim də cəmdə olacaq, mənim mübtədam da cəmdə olacaq. Həmçinin bu qaydada mübtəda cəmdədirsə, xəbər də cəmdə olacaq. Yəni, toplu isimlərdə mübtəda təkdirsə, onun xəbər də təkdə olacaq, cəmdirsə, xəbər də cəmdə olacaq. Bu qayda. Bu qaydanı da ümumiləşdirib dedik. Leksik şəkilçilərin hesabına deməli, toplu isimlərdən toplu isim yaranmayacaq. Məsəl üçün, ilxı toplu isimdir. İlxının üzərinə sığ şəkilçisini əlavə eləsəm, ilxıçı artıq məndə toplu isim yaratmayacaq. İlxıçı yəni alınmır. Sonra bu qaydanı da ümumiləşdirdik. Aha. Bəzi sözlər vardır ki, yenə iki başlı sözlərdir. Məsəl üçün, sinif və kütlə sözləri. Məsəl üçün, desəm ki, sinif soyuqdur. Sinif soyuqdur. Burada toplu isim yoxdur. Toplu isim nə idi? Məzmununda topluluq anlayışı var. Sinif deyəndə, sinifdəki uşaqlar yox, otaq nəzərdə tutulur. O obyekt. Amma desəm ki, xordallar sinifi, nə bilim, zadəcanlar sinifi, oliqarxlar sinifi,
oradakı sinifə daxil olan insanların cəmliyindən söhbət gedirsə toplu isimdir. Məsəl üçün zadəcanlar sinfi burada topludur. Quşun kütləsi deyəndə quşun kütləsi artıq toplu isim deyil. Quşun kütləsi yəni çəkisi mənasında. Amma desəm ki, kütlə hərəkət elədi, kütlə nə bilim yaylağa axışdı. Burada kütlə nədir? Yəni insanlar. Burada artıq toplu isimdir. Bu məqamlara fikir verək. Sonra el küçələrə axışdı, elimizə bahar gəlir. El küçələrə axışdı. El küçələrə axışdı deyəndə, yəni insanlar küçələrə axışdı. El nədən təşkil olunur? İnsanlardan təşkil olunur da, düzdürmü? Burada artıq toplu isimdir. Amma desəm ki, yurdumuza, ölkəmizə mənasında olan el sözü, burada artıq toplu isim yoxdur. Elimizə bahar gəlir. Yəni bu qəbildən olan sözdür ki, bu toplu isim deyil. Çünki burada el sözü yurt, ölkə mənasında işlədilən haqqında danışaq. İsmin quruluşsa növləri. İsmin quruluşsa növlərini biz çalışaq ki, gözümüzdə böyütməyək. Lövhədə bu qədər şey var deyə qorxu hürküyə düşməyək. Əzbər tələb olunmayacaq. Sadəcə məntiqlə başa düşmək üçün lazım olan bəzi şeylər var. İsmin quruluşsa 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Əzbərdən bilirik artıq hamımız. Sadə isimlər kök və qrammatik şəkildən ibarət olmalıdır. Kənd, qənd, nə deyək, şəhərdən, kitabdan, kitab və s. Bunlar oldu sadə isimlər. Düzəltmə isimlər isə 2 qrupa bölünür. Adlardan düzələnlər və feillərdən düzələnlər. Adlardan düzələn deyəndə biz sadəcə ismi nəzərdə tutmuruq. Təbii ki, bunu bilirsiniz. Adlardan düzələn şəkilçilər özü 2 əsas qrupa bölünür. Milli mənşəli şəkilçilərlə düzələnlər və alınma mənşəli şəkilçilərlə düzələnlər. Artıq danışırıq düzəltmədən deməli. Belə, lövhənin əsasən sol tərəfindəki, hansı ki sağla işarə edirəm, bunlar milli mənşəli şəkilçilərlə yarananlardır. Çı, çi, çu, çü. Nə deməkdir bu? Yəni bizə bir dənə isim verir, isim. Bir dənə, yaxud da belə deyək ki, bizə bir dənə ad verir, yaxud da söz verir. Bilmirəm, addır, feildir, nədir, hərəkətini bildirir. Onun üzərində şəkilçi artırıb. Ya mən bunları tapmaq üçün əzbərdən hamısını bilməliyəm ki, bu hissə olur adlardan düzələnlər, digər hissə olur feillərdən düzələnlər. Bunu da əzbərdən bilir deyə mən o üsulu sevmirəm. Necə sevmirəm? Yəni belə. Getdik. Baxıram xəbərçi sözünə, düzdürmü? Bunun kökü nədir? Xəbərdir. Xəbər nədir? Ad bildirib da, düzdürmü? Xəbər ad bildiribsə, bu xəbərçi sözü adlardan düzələcək. Vəssalam, tamam. Kəndli məktəb. Kənd məktəb nədir? Addır da, düzdür? Deməli, li, lulu nəyin üzərinə artırılacaq? Adlardan isim düzəldəcək. Adlardan. Kənd ad bildirir, məktəb ad bildirir, xəbər yəni ad bildirir və onların üzərinə əlavə olunan şəkilçilərdə yenə isim yaradacaq. Nəydən? İsimdən isim yaradacaq. Yəni adlardan isim yaradacaq. Lag şəkilçisi, buz. Buz isimdir, düzdürmü? Lag, ləq şəkilçisini artırıram, buzlaq. Yaratmışam nə? Yenə isim. Adlardan isim düzəltdik. Cığazdır, cildir, çü-çi, çu-çüdür, ça-çədir, lıq-lig, lug-lüc, cıq, daş və çılıq şəkilçisi adlardan isim düzəldən milli mənşəli şəkilçilərdir. Baxaq, davam eləyək. Cığaz, qızcığaz, xalamgil, sizinki. Bax, ad deyirəm də. Yəni, təkcə isim nəzərdə tutulmur ki, ad. Qazança, bax, qazan. Qardaş, qardaşlıq. Ev, evcik. Sir, sirdaş. Belə bir şəkilçimiz var. Burada təbii ki, çiynanlıq ayrılıqda işləmir, bir işlənir. Düşmənçidən düşmənçilik yarada bilmərəm ki, mən düzdür, belə eləyə bilmirəm. Eləyə bilmirəmsə, mənanı pozursa bir götürürəm. Narahatçılıq bu şəkildə, bu sözlərdə də çılıq şəkilçisi hissələrə parçalanmadan verilir. Daha sonra bunlar birinci tərəfdəkilər, deməli, adlardan isim düzəldən milli mənşəli şəkilçilər oldu. Hansılar? Bunlar. Bunları isə yenə adlardan isim düzəldəcək, amma alınma mənşəli şəkilçilərdir. İyyatdır, dardır, atdır, ividir, gərdir, zadədir və s. Elə baxanda da bilinir ki, alınmadır. Ədəbiyyat. Hesab sözünə dar şəkilçisi yaradıb, hesabdar, insan, xəzinədar mənasında. Xəzinədar da yaratmaq olar. Sonra təmin, təminat, xaqan, xaqani, mis, misgər, əli, zadə,
Fərziyyə, realist, keş, əzabkeş, stan, Gürcüstan, şünas, dinşünas, dilşünas, ov, ova, yev, yeva, Əkbərov, nə bilim, Əkbərova və s. Əliyev, Əliyeva və s. də burada həmin alınma mənşəli şəkilçilər hesabına da yarana bilər. Xanadır, izmdir, bazdır. Məsəl üçün, kitabxana, realizm, kəndir, baz. Yenə də deyirəm, bunları əzbərdən heç biriniz bilməyəcəksiniz. Sözə baxacaqsınız. Kəndir sözünə baz şəkilçisi əlavə eləyir. Mən bilməliyəm ki, sadəcə baz alınmadı, amma kəndir nədir? Ad bildirir. Yenə ona qoşulan şəkilçisi sonda nə bildirib? Ad bildirib də kəndirbaz. Yaxud da keş, əzab sözü. Əzab nə? Əzab. Keş şəkilçisi qoşulub, yenə də əzabkeş yaradıb. Belə. Əzabkeş, yəni əzab verən mənasında. Kim? Burada necə deyil. Daha sonra var feillərdən isim düzəldən şəkilçilər. Bunlar adlardan düzəldi. Adlardan düzələnləri iki yerə böldü. Milli mənşəli sözlər hesabına, milli mənşəli şəkilçilər hesabına və alınma mənşəli şəkilçilər hesabına. Milli, alınma. İndi isə feillərdən düzələn isimlərə baxaq. Burada milli alınma söhbəti yoxdur. Ona görə də çox rahatdır onları tapmaq. Deməli, ış şəkilçisi ilə baxış, döyüş. Bax nədir? Bax sözü hər halda ad deyil də, düzdürmü? Bax. Elə ki, əmr edirəm, hərəkət var. Baxdan baxış yaratmışam. Nəyisə döyməkdən döyüş yaratmışam. Nə yaratmışam? Döyüş. Deməli, feildən, kökdən nə yarandı? İsim yarandı. Feildən, döy feilindən ış, iş, uş şəkilçisini artırdım, döyüş yaratdım. Nə? Döyüş, isim yaratdım. Düzdürmü? Icı, ici, ucu, ücü şəkilçisi. Al. Nə et? Al, alıcı. Kim? Artıq. Gördük? Əkdən, bitdən əkin yaratdım, biçin yaratdım. Nə? Əkin sahəsi, biçin sahəsi yaratdım. Feilin üzərinə əlavə elədim mən bu şəkilçini, isim yaratdım. Çığırmaqdan çığırtı yaratdım. Sancdır sözün kökü, ölçdür, qorxdu, çəkdir. Sancdan sancı, ölçdən ölçü və s. Sanc, nə et? Bax, sancmaqdan sancı yaratdım. Nə? Sancı. Nə? Ölçdən, nə et? Ölçdən, ölç. Nə et? Ölç. Ölçü yaratdım. Nə? Ölçü. Nə bilim, ölçü vahidi, çəki vahidi. Gəl, gəlir sözünə fikir verək. Buradakı ır, biz indiki zaman mənşəli sözlə qarışdırmayaq. Gəlir mənbəyi mənasında işlənilən sözdür. Inc, qaxınc, qaxdan qaxınc. Intı, kəsintidir, söküntüdür. Bax, kəs, kəsinti. Gəl şəkilçisi, bölgə, döngə və s. Qın, qırğın. Mamə, süzmə, burada vurğuya fikir verməli. Qoşma, bax, süzmə, süzmə. Süzmə sözü, süzmə, inkarını işlətmirəm. Süzmə, vurğu axıra düşüb. Süz feilindən yaranıb. Qoşma, qoşdan yaranıb. Aydındır? Daya, döşə. Deməli, dayamaqdan, nəyisə dayamaqdan dayaq yaratmışıq. Döşəməkdən də döşək yaratmışıq. Sevdi sözün kökü, sevdən sevgi, duydan duyğu. Bu şəkilçilərin də hesabına deməli biz feillərdən də düzəltmə isimlər yaratdıq. İndi haqqında danışaq mürəkkəb isimlər. Keçək mürəkkəb isimlərə. Mürəkkəb isimlər iki və daha artıq ismin birləşməsi yolu ilə yaranmalıdır. Mürəkkəb isimlər deməli bitişik və defislə yazılacaq. Deməli əksəriyyətini mən yazmışam bura. Daha çox işlənən və bizə lazım olan məqamları, yəni yazılış formasını və mürəkkəb isimlərdə bir vurğu altında deyilmə söhbətinə biz gəlin fikir verək. Mürəkkəb isimlərin əksəriyyəti bir vurğu altında deyilir. Amma necə? Baxaq. Məsəl üçün, bunlar bitişik yazılan mürəkkəb isimlərdir. Digər tərəfdə də mən defislə yazılanları yazmışam. Adətən, bax görürsünüz, isti və ot sözləri. İki və daha çox müstəqil mənalı sözün birləşməsi ilə yaranıb. İsimlərdən gedir söhbət. Baxın, iki müxtəlif mənalı sözün birləşməsi ilə yaranıb. İsti və ot sözü bir-birindən əlaqəsi olmayan sözlərdir. Qara və toyuq sözü bir-birindən əlaqəsi olmayan sözlərdir. Birləşib nə yaradıb? İsti ot, vurğu düşür, qara toyuq, vurğu düşür, axıra. Aydındır? Bax, bu iki müxtəlif mənalı, məzmunlu sözün birləşməsi ilə yaranan qaydadır. Birinci. İkinci, meşəbəyi suiti.
Hə, burada mənsubiyyət şəkilçili sözün əlavəsini görürük. Bax, əslində bu nədir? Suyun itidir da, düzdürmü? Əslində bir növ bu nədir? Suyun itidir. Düzdürmü? Buradakı şəkilçimiz nə oldu? Deməli, mənsubiyyət şəkilçili sözün hesabına yarandı. Meşə və bəy sözləri, su və it sözləri deməli, mənsubiyyət şəkilçili sözün hesabına mürəkkəb deməli, sözləri biz nə elədik? Yaratdıq. Sonra sadə və deməli, düzəltmə sözlərin birləşməsi hesabına. Soy, qırım. Bax, qırım. İkinci tərəfi elə ki, parçalayıram. Əslində buna haqqım yoxdur mürəkkəb sözlərdə. Sadəcə necə birləşib onu yazırıq. Soy və qırım sözlərinin hesabına. Qanuna uyğunluq. Buradakı A zaten ismin hallarına mənsub, ismə mənsub olan şəkilçidir deyə biz nə demişdik? Sadə, bu qayda, üçüncü qayda sadə və düzəltmə sözlərin hesabına yaranan mürəkkəb sözlərdir. Biz nə demişdik? Deməli, sadə sözlər yalnız bir kökdən ibarət olanlar deyildi. Kök plus qrammatik şəkilçi hesabına. Qanun, qanuna heç bir fərq yoxdur. Düzəltmə deyil ki, sadədir də. Uyğun, bax, uyğun, uyğunluq. Deməli, birinci tərəfi sadə, ikinci tərəfi düzəltmə sözün birləşməsinin hesabına. Birinci tərəf sadə, ikinci tərəf, bax, düzəltmə. Aydındır? Sonra, dördüncü qaydamız. Tərkibində fe'li sifət işlənən sözlər. Soğuran, bax, an ən şəkilçisi ilə, an ən şəkilçisi ilə bax, toz soğuran, günə baxan və s. Ha, A bitişdiricisinin deməli köməyi ilə 5-ci qaydamız. Vur, ha, vur, qaça, qaç, basa, bas və s. Deyir, basa, bas düşdü, qaça, qaç düşdü, vur, ha, vur başladı və s. Sonra, tərkibində gül ağadır, aləm şahdır, ağabəydir və s. Tərkibində ağadır, şahdır, bəydir, xatundur və s. sözləri olanlarda bitişik yazılır. Bu şəkildə gülağa vurğu axıra düşür. Aləmşah vurğu axıra düşür, ağabəy vurğu axıra düşəcək. Bunlar oldu bizdə bitişik yazılan mürəkkəb isimlər. İndi isə keçid alaq defislə yazılan mürəkkəb isimlərə. Defislə. Defislə yazılanlarda eyni sözün təkrarı ilə yaranma qaydası var. Deyir, ev gəzdim. Ev, aşıq. Bu oldu nə? Eyni sözün təkrarı ilə yaranan defislə yazılan mürəkkəb isim. İkincisi, toz torpaq, oğul uşaq, toyuq cücə. Bunlar bizə nəyi xatırladır? Bunlar bizə yaxın mənalı sözlərin hesabına yaranan mürəkkəb isimləri xatırladır. Üçüncü qaydamız antonimlərin, yəni əks mənalı sözün hesabına yaranan mürəkkəb isimlər var. Gedər, gəlməz. Gedər, gəlməz. Gedər nə edər, gəlməz də etməz. O mənada deyil. Deyir, gedər, gəlməzə düşdü elə bir. Nəyə düşdü? Bax, o mənadadır. Dost, düşmən, əks mənalı sözlərdir. Bunlar hər biri. Sonra tərəflərindən biri ayrılıqda işlənə bilməyən mənalı sözlərin yaranması ilə. Kağız sözü var bizdə, amma çuğuz yoxdur. Amma bax, defislə yazılıb. Kağız, çuğuz, dəmir, dümür. Dəmir var, amma dümürü işlətmirik. Aydındır mı? Yəni, ayrılıqda işlətmirik ha bunları. Defislə yazılan mürəkkəb sözün tərkibində təbii ki, əmələ gəlmə yollarında var. Həddi büluğdur, tərcümə haldır, tərz-i hərəkətdir və s. Bunlar nədir? İzafət birləşmələrdir, izafət tərkiblərdir ki, ərəb-fars mənşəli sözlərdə əksərən biz onları görürük. Əksdir, eksdir, vitsedir, oberdir, konturdur. Məsəl üçün, vitse-prezident, kontur-admiral, əks-inqilab və s. bu sözlərdə də deməli, defisə bax da, kontur-admiral, admiral və s. nələr yaranacaq? Defislə yazılan mürəkkəb sözlər yaranacaq. Çalışaq əzbərləməyə, çalışaq mahiyyəti başa. Davam eləyək ismin hal kateqoriyasından, ismin hallanmasından belə toparlayaq. İsmin hallanması, ümumiyyətlə hallanma nədir? İsim cümlədə müəyyən bir söz cümlə daxilində dəyişikliyə uğrayır. Yəni, qrammatik şəkilçilər qəbul edir. Biz buna hallanma deyirik. Ən sadə yolla izah edirəm. İsmin 6 əsas halı var. 6 halı var. Adlıq, yiyəlik, yönlük, təhsilli, yerlik və çıxışlıq hallar. 6 dənə. Adlıq hal. Adlıq hal kim, nə, bəzən də hara suallarından birinə cavab verəcək. Adlıq halın deyirik ki, özünə məxsus xüsusi şəkilçisi yoxdur. Amma. Məsələn, indi adlıq hallı söz yazaq. Məsəl üçün yazaq kitab. Məsəl üçün yazaq qələm. Məsəl üçün yazaq ana, ata və s. Və s.
Bu sözlərdə biz görürük ki, şəkilçi yoxdur da, düzdürmü? Kökdən ibarətdir. Məsəl üçün götürək ana sözünü. Bir kökdən ibarətdir. Ana. Niyə yaxşı yazmadı? Aha, ana. Amma heç də o demək deyildir ki, mən adlı halda şəkilçi axtarmamalıyam. Axtarmalıyam nələri? Cəm, mənsubiyyət və xəbərlik şəkilçilərini görsəm, həmin şəkilçili sözləri də adlı halda götürməliyəm. Məsəl üçün, analar. Və ana tək halda adlı haldadır, düzdürmü? Cəm kateqoriyasını nə yaradırdı? Lar, lər şəkilçisi. Həmçinin mənsubiyyət şəkilçisi artıra bilərəm. Məsəl üçün, artırım birinci şəxsin təki. Birinci şəxsin təki nədir? Mənim anam. Düzdürmü? Mənsubiyyətdə işlətdim. Cəmdə işlədək, bizim anamız. Yəni, mənsubiyyət kateqoriyalı söz də, şəkilçi də adlı halda hesab olunacaq. Həmçinin xəbərlik kateqoriyası, xəbərlik kateqoriyasını ayrıca izah edəcəm deyə, burada yazıb sizin beyninizi qarışdırmaq istəmirəm. Xəbərlik kateqoriyasını. Daha sonra, adlı hallı söz birbaşa olaraq təsriflənən feillə əlaqəyə girə bilir. Təsriflənən feillə əlaqəyə girə bilir. Məsəl üçün, anam gəldi. Təsriflənən feillər nə idi? Şəxsə və kəmiyyətə görə dəyişən feillər idi. Təsriflənən feillər. Nə etdi, gəldi kim? Anam. Bu qədər. Adlı hallı söz müstəqil şəkildə cümlədə zərflik və tamamlıq kimi işlənə bilmir. İşlənə bilmir. Amma qoşma ilə işlənə bilir deyə cümlə daxilində onları bərpa edə bilərik. Məsəl üçün, anam üçün kitab aldım. Burada tamamlıq vəzifəsində işlənib. O, atam kimi bacarıqlıdır. Burada da deməli işlənib zərflik kimi. Belə. Yəni, qoşmalarla işlənəndə cümlə daxilində onu zərflik kimi də, tamamlıq kimi də görə bilərik. Bu qədər. Adlı hallı söz başqa cümlələrdə nə yerində işlənə bilər? Adlı hallı söz cümlədə xitab vəzifəsinə çıxış edə bilər. Məsəl üçün, dostlar, salamat qalın. Bax, burada dostlar xitabıdır. Özündən sonra xitab nə ilə ayrılır? Vergü ilə ayrılır, yəni müraciət bildirir. Daha sonra, şəhərə asfalt yol çəkildi. Bax, burada asfalt sözü hansı məqamda işlənib? Təyin vəzifəsində işlənib. Düzdürmü? Yol, hansı yol? Asfalt yol. Asfalt sözü, dostlar sözü burada xitab kimi işlənəndə, burada təyin kimi işlənib. Digər nümunələrdə fikir verə bilərik. Kənd çox deməli qaranlıqdır. O yeni şagirddir, nə bilim təzə şagirddir və s. Burada xəbər kimi işlənib. Kənd, burada da nə kimi işlənib? Mübtəda kimi işlənib. Kənd, şagirddir, dostlar, xitab şəklində dedik, təyin kimi işlənə bilir, mübtəda kimi işlənə bilir və xəbər, ismi xəbər kimi burada biz işlənmə məqamını gördük. Deməli, xəbər kimi də neynədir? İşlənə bildim. Adlı haldan yenə də deyirəm, ümumiləşdirirəm. Adlı halın xüsusi şəkilçisi yoxdur, amma heç də o demək deyildir ki, şəkilçi artıra bilmirəm. Artırıram nələri? Cəm, mənsubiyyət və xəbərlik kateqoriyalarının şəkilçiləri harada varsa, həmin söz adlı hallı sözdür. Adlı hallı söz birbaşa olaraq təsriflənən feillə əlaqəyə girə bilir. Cümlədə müstəqil şəkildə tamamlıq və zərflik ola bilmir. Yalnız qoşmalarla, qoşma ilə birgə çıxış edə bilir həmin vəzifələrdə. Həmçinin cümlədə xitab kimi işlənə bilər, təyin kimi işlənə bilər, mübtəda kimi və xəbər kimi də işlənə bilir. Adlı hal bitdi. Keçid alaq, deməli, yiyəlik hala. Yiyəlik hal özlüyündə iki əsas qrupa bölünəcək. Müəyyən yiyəlik hal var və var qeyri-müəyyən yiyəlik hal. Müəyyən yiyəlik hal ın, in, un, nın şəkilçisi ilə düzəlir. Təbii ki, burada sözün saitlə yaxud da samitlə bitib bitməməyindən asılıdır bəzi şeylər. Biz bunu fonetikadan bilirik. Kimin, nəyin, haranın suallarından birinə cavab verir? Müəyyən yiyəlik hal. Yəni, müəyyən yiyəlik halda yiyəlik hala mənsub olan kateqoriyalar, şəkili kateqoriyalar biz görürük. Məsəl üçün, kitabın üzü, bax, və müəyyən yiyəlik halın bir işlənmə məqamı var. O, müəyyən yiyəlik hal özündən sonra mənsubiyyət şəkilçili söz qəbul eləməlidir. Üz nəyə mənsubdur? Üz kitaba mənsubdur, düzdürmü? Kitabın üzü. Üz nəyə mənsubdur? Kitab. Üzün yiyəsi kimdir? Üz nəyə mənsubdur? Kitaba. Üzün yiyəsi kimdir? Kitab. Düzdürmü? Kitabın üzü. İsmi birləşmənin deməli
tərkibində işlənəcək bir işlənmə məqamı var. Bu yəli çalda biz buna fikir verək. Bu cümləyə testə düşə bilən cümlədir. Yaxud da həmin sözü biz başqa versiyada görə bilərik. Məsəl üçün bizə verilə bilər ki, kitab üzü cırıldı. Yaxud da elə desin kitab üzü. Burada da olacaq, nə sualına cavab verirsə, olacaq qeyri-müəyyən yəli çal. Kitab üzü. Əslində bu nəyin üzüdür? Kitabın üzüdür, düzdürmü? Asanlıqla mən qeyri-müəyyən yəli çaldakı sözü əksəriyyət etibarilə hamısı yox, bərpa edə bilirəm nəyə? Müəyyən yəli çala. Amma bərpa eləsəm belə, mənə o yazıda verildiyi kimi onu soruşsa, bu artıq olur qeyri-müəyyən yəli çal. Mən onu da kitabın üzü şəklində bərpa eləmişəm, çevirmişəm müəyyən yəli çala. O müəyyən yəli çal olmayacaq artıq. Orijinal versiyada nə verilibsə odur. Yaxud da, məsəl üçün desək ki, suyun üzü, eşidirəm, burada hansıdır? Müəyyəndir, qeyri-müəyyəndir. Burada müəyyəndir, çünki şəkilçi vasitəsilə düzəlib. Amma desəm ki, su üzü, əslində bu yenə nədir? Suyun üzüdür. Amma şəkilçi ilə işlətməyib deyə, verməyib deyə, mən onun nə olsun ki, şəkilçi artıra bilirəm ona. Heç bir aidiyyatı yoxdur. Bu yenə olacaq nə? Qeyri-müəyyən yəli çal. Bu qədər. Yəni, qeyri-müəyyən yəli çallı sözü biz asanlıqla bərpa eləyib çevirə bilirik müəyyən yəli çala. İstisnalar var. Ölkədir, rayondur, yer müəyyən o adlar bildirən sözlər var. Məsəl üçün, burada yazmışıq Bakı şəhəri. Əslində bu nədir? Bakının şəhəridir, düzdürmü? Çevirə bilirəm müəyyən yəli çala. Bakı şəhəridir, düzdürmü? Bu hansı deməli haldadır? Qeyri-müəyyən yəli çaldadır. Bakının şəhəri deyə bilirəm. Amma nə olsun deyə bilirəm? İlkin versiyada nədir bu? Bakı şəhəridir. Deməli, qeyri-müəyyən yəli çaldadır. Vəssalam, Sabir üslubu. Sabirin üslubu şəkildə də deyə bilirəm. Bunu da elə bir istisnalıq şəkildə yazmışıq bura. Yaxud da, məsəl üçün, orada belə bir sözlər var. Bu sözə fikir verək biz. Azadlıq meydanı. Azadlığın meydanıdır bu, düzdür. Elədirmi əslində? Bunu mən nitqimdə bərpa edə bilirəm, düzdürmü? Yazıda götürüb azadlığın meydanı şəklində yazmayacam ki, düzdür? Deməli, nə olacaq? Qeyri-müəyyən yəli çal. Bu istisnaları da və s. nümunələri də verdi. Belə bir işlənmə məqamı var, yazmışam ikinci nöqtənin söz birləşməsində. Bunu bayaq əslində biz dedik, ona görə silirəm. Adlı xalla müqayisə eləyək kitab sözü. Məsəl üçün, desəm ki, kitab aldım. İndi kitab aldım olmasın, elə kitab sözü olsun. Çünki indi təhsilli halada oxşarlıq var. Ona görə çox qarışdırmayaq. Bir də deyirik ki, kitabın üzü. Birinci verilən söz adlı xaldadır. Şəkilçi ilə işlənibsə, yaxud da heç işlənməyibsə, mən onu asanlıqla cümlədə məntiqlə bərpa eləyə bilirəmsə, olacaq nə? Müəyyən yəli çal. Bu qədər. Çox güman ki, başa düşdük. Tülkü toyuq balalarını daşıyırdı. Belə bir kitablarda bəzi bir-iki sözlər var. Biz çalışaq onlara da fikir verək. Tülkü nəyi daşıyırdı? Toyuğun balalarını daşıyırdı da, düzdürmü? Toyuq sözü burada adlı xal yox. Əslində nədir? Toyuğun balalarıdır, düzdürmü? Toyuğun balalarıdır. Yəli çaldadır. Həmçinin biz burada mənsubiyyət şəkilçisini də görürük. Biz nə dedik? Biz dedik ki, yəli çal özündən sonra hökmən mənsubiyyət şəkilçili sözlə birlikdə işlənməlidir. Məsəl üçün, şkafın üstü. Bax, burada mənsubiyyət şəkilçisi var. Aydındırmı? Bu da yəli çala mənsub olan şəkilçidir. Hökmən yəli çal tək işləmir. Özündən sonra bir mənsubiyyət şəkilçili söz tələb etməlidir. Mən və biz deməli əvəzlikləri yəli çalda in yox, im qəbul eləyəcək. Bir dənə bunlara da fikir verək. Yəni ki, məsəl üçün nə olsun? Mənim dəftərim, bizim anamız və s. Mənim atam olsun. Aha, belə. Mənim, bizim deyil də artıq. Yəni, bəlli məsələdir ki, bu səsləşməyə görə im şəkilçisini qəbul eləyəcək. Bu istisnalara fikir verək. Testlərə bu daha çox düşür.
Müəyyən gəli çal qeyd etmişəm ki, təsniflənən feillə əlaqəyə deməli girə bilmir. Məsəl üçün, sənin gəldi biz bu şəkildə işlədə bilmirik. Amma qoşmalarla birlikdə işlədə bilirik. Məsəl üçün, sənin üçün gəldi. Müəyyən gəli çaldı. Bu şəkildə. Amma qeyri-müəyyən təsniflənməyən feillərlə müəyyən gəli çal. Deməli, dedim ki, müəyyən gəli çal təsniflənən feillərlə birbaşa olaraq işlənə bilmir. Amma təsniflənməyən feillərlə işlənə bilir. Müəyyən gəli çal. Sərin oxumağın, bizim yazdığımız və s. Bunlara da biz çalışaq fikir verək. Sonra ən çox mən elə məqamları seçirəm ki, yəni onlar bizə lazımlı olsun. Burada bir dənə də təyinlik məsələsi var. Deyir ki, bizim kitab səndədir. Bu, bizim, sizin, ümumiyyətlə, bizimi götürək, laf indi bizim yazmışıq da, özündən sonra mənsubiyyət şəkilçisi tələb edir də, düzdürmü? Yəli çal. Özündən sonra, yəni bu bizimdən sonra əslində nə olmalıydı? Bizim kitabımız olmalıydı. Əgər deyir sözdə, cümlə daxilində, cümlədə yəli çaldan sonra gələn söz mənsubiyyət şəkilçisiz işlənibsə, həmin o təyin vəzifəsində çıxış eləyəcək. Səndədir, nə? Kitab. Hansı kitab? Bizim kitab. Yəni, belə məqamlara da çalışaq, fikir verək. İndi keçək, digər hallardan danışaq. Haqqında danışaq, yönlük haldan. Birinci, baxaq yönlük hala. Yönlük hal kimə, nəyə, haraya suallarından birinə cavab verəcək. A, ə şəkilçisi, yaxud da ya, yə şəkilçisi ilə işlənəcək. Orada təbii ki, biz iştiricinin rolunu görürük. Birbaşa olaraq, deməli, əsasən feili xəbərlə əlaqəli olur. Nə etdi? Getdi evə. Evə getdi. Baxın, A, ə şəkilçisi. Evə getdi. Əsasən feili xəbərə aid olur. Amma məsəl üçün, desə ki, sənə borcluyam, nə bilim, uğurlarımı sənə borcluyam və s. Bu tipli cümlələrdə isə nə ilə bağlıdır? Deməli, ismi xəbərlə bağlı olacaq. Burada feili xəbərlə, burada ismi xəbərlə, bu niyə yazmadı? İsmi xəbərlə bağlı olacaq. Əsasən feili xəbərlə, bəzi hallarda da ismi xəbərlərə də aid ola bilir. Deməli, kimə nəyə suallarına cavab versə, vasitəli tamamlıq şəklində biz onu görürük. Baxın, kitaba baxacaq. Yer zərfliyi də ola bilir. Sən məktəbə gedəcəksən. Məktəbə. Baxın, rahat sözlərdir də. Kitab sözünə, məktəb sözünə yaxud da A, ə şəkilçisini əlavə eləyib yönlük hal yaradıram. Yönlük hal nə idi? Yön, istiqamət bildirən sözlərdir. Yön, istiqamət bildirir. Əsasən dedik ki, feili xəbərə aid olur. Bəzi hallarda ismi xəbərlə də işlənə bilir. Kimə nəyə suallarına cavab versə, deməli, cümlədə vasitəli tamamlıq şəklində, vasitəli tamamlıqla əlaqəlidir. Yer zərfliyi ilə də bəzən əlaqədə ola bilir. Sən məktəbə gedəcəksən, bu tip cümlələr çox az işlənir. Həmçinin ismi xəbərə aid də xəbərlik şəkilçisində qəbul eləyib, cümlədə ismi xəbərdə ola bilir. Məktubum Həsənədir. Baxın, Həsənə A, ə şəkilçisinin üzərinə xəbərlik kateqoriyasına mənsub olan şəkilçi gəlib. Nə olub? Cümlədə olub ismi xəbər. Bu qədər. Orada bizə bəzi açıq saytların qapalı sayta keçərkən tələffüz şəkli verə bilər bəzi məqamlarda. Məsəl üçün, nənəyə, babaya sözü, baxın, yönlük haldan işlənmiş olan deməli sözdür. Necə tələffüz olunacaq? Nəniyə. Düzdürmü? Babaya nə olacaq? Babıya. Bəzi məqamda işlənən sözlər var ki, bəzi bizə beləncəyinə bir tələffüz forması verər, xalıya, körpüyə. Bizim dildə bir neçə sözlər var. Bir var xalaya. Bir də var xalıya, xalçaya mənasında xalı. Bir də var körpəyə, körpə uşaq mənasında körpəyə. Bir də var ki, körpüyə. Deməli, körpüyə. Bu tələffüz formalı bəzi istisnalar asanlıqla, yəni biz deyə bilmərik ki, hansına aid olan bir sözdür. Xalaya sözü də, xalya sözü də necə tələffüz olunur? Xalya şəklində. Körpəyə sözüm var. Yaxud da körpəyə nəsə aldım, uşağa nəsə aldım mənasında da körpüyədir.
Körpüyə işçilər getdi. O bəlli olan, o daşlardan qurulan bir şeyə işçilər getdi. Yenə onun da tələffüz forması nədir? Körpüyədir. Nənəyə, babaya sözləri ayrıca bir qəbildəndir. Rahatlıqla nəniyə, babaya tələffüz formasına verilən sözün biz nəyə aid olduğunu deyə bilərik, amma rahatlıqla deyə bilmirik nələri? Xalıya, körpüyə sözü. Aydındır? Hə. Yönlü çal dedim ki, yön istiqamət məzmunu bildirir. Amma yön istiqamət bildirməyə də bilər. Yazmışam evi 5000 manata aldım. Hardaydı o bəxtəvərçilik günlər ki, 5000 manata ev olardı. Hə, burada yön istiqamət məzmunu bildirməyib. Baxmayaraq ki, A, yönlü çal şəkilçisi işlənsə də manata yön bildirmir axı. Sadəcə formal olaraq hansı halda olduğunu soruşsa, təbii ki, yönlü çal qeyd etməliyik. Bu qədər. Gəldik təsirli hala. Təsirli hal kimi, nəyi, haranı suallarından birinə cavab verəcək. Təsirli, müəyyən təsirli hal. Təsirli hal belə gedək də iki yerə bölünür. Müəyyən təsirli hal var, bir də var qeyri-müəyyən təsirli hal. Deməli, həm yiyəlik halda, həm də təsirli halda bu iki kateqoriya özünü göstərdi. Qeyri-müəyyənlik söhbəti. Deməli, ümumiyyətlə yiyəlik hal, ümumi danışaq, daha sonra müəyyən, qeyri-müəyyəni xırdalayarıq. Cümlədə tamamlıq vəzifəsində işlənə bilir. Al nəyi? Dəftəri al. Düzdürmü? Əslində bu nədir? Dəftəri aldı. Daha sonra zaman zərfliyi mənasında da işlənir. Cümlədə əksərən tamamlıq vəzifəsində işlənir. %99. Bəzi istisnalar var ki, zaman zərfliyi mənasında da işlənə bilir. Yayı dincəldim. Nə etdim? Dincəldim. Elə ki, nə vaxtı, nə zamanı, hansı zaman kəsiyindən söhbət gedir. Ümumi yayı, ümumi bir zaman anlayışı bildirir. Aydındırmı? Çox istisna hallarda, inanmıram bu belə bir cümlələr düşər bizə, amma yenə də deyək. Yalnız fe'li xəbərlə sintaktik əlaqəyə girir və istisna hallarda isim xəbərə də aid ola bilir. Yalnız fe'li xəbərlə sintaktik əlaqəyə girir. Məsəl üçün, nə edin? Gətirin. Kimi? Qızları. Baxın, qızları sözündəki bu ı təsirli hala mənsub olan şəkilçidir. I üssü 4. Müəyyən təsirli hala mənsub olan şəkilçidir. Və fe'li xəbərlə əlaqəyə girdi. İstisna hallarda ismi xəbərlə də əlaqəyə girə bilir. Uğurlarımı sənə borcluyam. Burada deməli, uğurlarımı sənə borcluyam. Hə, ismi xəbərlə də əlaqəyə girdi. Xəbərli şəkilçisi ilə qoşma ilə yazmışıq ki, işlənmir, belə və s. Burada bayaq eyni şey yazmışam. Uğurlarımı sənə borcluyamı mən bayaq yönlü çalda da işlətdim. Burada təbii ki, sənədən gedir də söhbət. Yönlü çaldan gedir söhbət. Burada da yəni onu qarışdırmayaq. Burada isə nədən gedir? Təsirli haldan gedir. Yəni eyni cümləni işlətmiş olmağıma baxmayın. Xəbərlik şəkilçisi ilə qoşma ilə işlənmir. Dedik ki, iki növü var təsirli halın. Var müəyyən təsirli hal, var qeyri-müəyyən təsirli hal. Müəyyən təsirli hal I, U, Ü şəkilçisini qəbul eləyir və kimi, nəyi, haranı suallarından birinə cavab verir. Qeyri-müəyyən təsirli halda nə sualına cavab verəcək? Heç bir şəkilçi ilə işlənməyəcək. Testlərdə bizə çıxan belə bir olduğu kimi yazmışam, nümunə var, verilir. Yəni bir almasın, heyvasın, narın görmədim. Nə etdim? Görmədim. Nəyi? Almasını, heyvasını, narını. Əslində belədir. Maşallah, gözəl də bunları ayırdıq. Belə. Almasını, heyvasını, narını görmədimdir. İndi bu məqamları mən daha da aydın şəkildə yazacağam. Onu bunu əvəzliyini artırmaqla verilmiş olan sözün adlı halda yoxsa təsirli halda olmasına biz gəlib nəzər salaq. Deyirəm ki, kitab oxu. Deyə bilirəmmi ki, bunu oxu, onu oxu? Deyə bilirəm. Deyə bilirəmsə, deməli bu nədir? Kitabı oxudu. Kitabı oxu. Deyə bilirəmsə oldu nə? Təsirlik. Kitab məndədir, onu məndədir, bunu məndədir deyə bilirəm. Deyəmirəm ki, deyə bilmirəm. Onda bu nə oldu? Elə kitab məndədir, oldu nə? Adlı hal. Vəssalam, tamam. Burada elə də bir qarışdırılacaq məqamlar yoxdur. Məsəl üçün, bir-iki dənə də ümumiləşdirmə eləyə bilərəm amma sizlər üçün. Həm bu yiyəlik halınan, həm təsirlik halınan və s. şeyləri qarışdırmamaqdan ötürü. Məsəl üçün, desək ki, su səsi, bu nədir? Suyun səsidir, düzdürmü? Burada oldu nə? Yiyəlik hal. Kitab aldım. Adlı hala oxşasa da əslində nəyə aldımdı? Kitabı aldımdı.
Burada da oldu nə? Təsirli çal. Burada oldu yiyəlik. Burada oldu təsirli çal. Su səsi oldu suyun səsi. Kitab aldım, kitabı aldım. Yəni mən zaten bu sondakı nümunələri yazmasaydım da olardı. Ardıcıl şəkildə izahlarıma baxsaq, buralarda inanmıram ki, böyük bir problem yaşamaq. İndi son olaraq da haqqında danışaq yerlik və çıxışlı hallarından. Yerlik hal hərəkətin yerini, məkanını bildirir. Məkan termini əslində tam da uyuşmur, amma yenə də gözümüzün önündə canlansın. Da, də şəkilçisi ilə işlənir. Da və də. Da üstü 2. Kimdə, nədə və harada suallarından birinə cavab olacaq. Həm feili, həm də ismi xəbərlə əlaqəyə girə bilir. Kimdə, nədə suallarına deməli cavab verərsə, cümlədə tamamlıq, harada sualına cavab verərsə, cümlədə zərflik vəzifəsində çıxış eləyə bilər. Bəzi yerlik hal şəkilçili sözlər var ki, onlar bəzən zaman məzmunu da bildirə bilir, zaman zərfliyi məzmunu bildirə bilir. Uşaqlar tənəffüsdə danışırdılar. Nə edirlər? Danışırdılar. Kim? Uşaqlar. Nə zaman? Hansı zaman kəsiyi arasında? Tənəffüsdə. Aydındır. Yaxud da deyir, iclasda bu məsələyə toxunuldu. Harada? Aydındırmı? İclasda harada? Qoşmalarla işlənə bilmir. Yerlik haldan bizə lazımlı bir elə də məqam yoxdur. Gəldik çıxışlı hala. Çıxışlı hal hərəkətin çıxış nöqtəsini bildirir. Mənaca yönlü halın əksini bildirir. Yönlü halın, yerlik halın yox. Yönlü halın əksini bildirir. O da deməli həm ismi, həm də feili xəbərlərlə cümlədə əlaqəyə girə bilər. Məsəl üçün, Kərim evdən çıxdı, feili xəbərə aiddir. Bax, evdən sözü, burada da səndən sözü. Kərim evdən çıxdı, feili xəbərlə əlaqələnib, çıxdı ilə. Səndən nigaranam ismi xəbərlə deməli əlaqələnən sözlərdir. Sintaktik təhlil etmirəm, sadəcə mənanı izah edirəm. Kimdən, nədən, haradan suallarına cavab verir çıxışlı xal və dan, dən şəkilçisi ilə düzəlir. Dan, dən. Bu ikili elə nəzərdə saxlayaq. Kimdən, nədən suallarına cavab verərsə, deməli, cümlədə ismi xəbərlə, onu dedik, burada olacaq tamamlıq vəzifəsində işlənəcək. Əlidən narahatam, əlidən yaxud da nigaranam. Amma haradan sualına cavab verirsə, məsəl üçün, Ağsudan gecə qayıtdım, Bakıdan səhər çıxmışam. Haradan? Burada nə olur? Artıq zərfli olacaq. Aydındır. Çıxışlı xaldan danışarkən bəzi çıxışlı xal şəkilçisi qəbul etmiş isimlərin, xüsusilə sonu m və n ilə bitən isimlərin tələffüzündə müəyyən qədər fərqli məqamlar var. Məsəl üçün, atamdan olacaq nə? Atamdan. Səndən, səndən olacaq nə? Səndən. Belə məqamlara da fikir verdiksə, ismin hallanmasında bizim bir elə də yəqin ki, problemimiz qalmaz. Bu qədər. Hələ ki, görək başqa nədən danışaq. İndi isə haqqında danışaq kateqoriyalardan. Mənsubiyyət və xəbərlik kateqoriyasından. Həmçinin bəzi iki hecalı isimlərin başına hansı oyunlar açacaq, onlardan da haqqında danışaq mənsubiyyət və xəbərlik kateqoriyasından. Həmçinin eyni zamanda bəzi iki hecalı isimlərdə fərqli yazılış məqamlarına nəzər salaq. Elə gəlin, ən sonuncudan başlayaq. Bəzi iki hecalı isimlər vardır ki, onları biz saytla başlanan şəkilçi artıranda müəyyən qarışıq məqamları görürük. Bizim dildə bilirik ki, mənşəlinə görə söz qrupları milli və alınma olmaq üzrə iki qrupa bölünür. Milli mənşəli sözlər, alınma mənşəli sözlər. Alınma mənşəli sözlərdə məsəl üçün, qədirdir, qisimdir, cisimdir, zehindir, isimdir, şəkildir, heyfdir və s. istənilən qədər artıra bilərəm. Mən bura istəyir hal şəkilçisi, istərsə də mənsubiyyət şəkilçili söz artıranda söz kökündəki ikinci sayt düşəcək. Məsəl üçün, yəni istəyir hal şəkilçisi artırılsın, istəyirsə də mənsubiyyət şəkilçisi artırılsın, bu sözlərdə düşmə hadisəsi baş verəcək. Məsəl üçün, şəklə əsasən, qələmlər yazmır, şəklə əsasən mən danışdım. Şəklə əsasən. Burada nə oldu? Yönlü çal şəkilçisi A-əni əlavə elədim. Baxın,
şəkilə əsasən deyil artıq. Düşmə hadisəsi baş verdi. Yaxud da mənsubiyyət şəkilçisi işlədim. Mənim şəklim. Şəklim. Baxın, mənim şəklim deyil, mənim şəklimdir. Yaxud da isim. Deyirəm ki, ismə 5 nümunə çək. İsmə yox ha, ismə 5 nümunə çək. Yaxud da deyirəm ki, ismin halları. İndi mənsubiyyət şəkilçili söz əlavə elədim. Yəni, alınma mənşəli sözlərdə sait ilə başlanan şəkilçisi harada görsək, kökdə düşmə hadisəsi var. Bu qədər. Alınma mənşəli. Milli mənşəli sözlərimizdə isə yalnız və yalnız mənsubiyyət şəkilçisi artırılan zaman düşmə hadisəsi baş verir. Mənsubiyyət şəkilçisi artıranda. Məsəl üçün, beyin, boyun, ağıl, ağız, ovuc, qoyun, çiyin və s. Buradakı ağıl zəka mənasındadır, qoyun, avuç, qucaq mənasındadır. Ağıl digər mənada olanda tamam başqa mənada, orada düşmə hadisəsi olmayacaq. Bu sözləri hal şəkilçisi artıranda düşmə hadisəsi olmur. Məsəl üçün, beyinə, boyuna, ağıla, ağıza, yaxud da məsəl üçün deyirəm ki, ağıla sığmaz. Daha mən demədim ki, ağıla sığmaz. Belə bir şey demədim ki. Yox, demədim. Yaxud da çiyinə yük olur. Baxın, hal şəkilçisi ilə işlətmişəm. Hal şəkilçisi ilə işlətmişəm. Haldır, haldır. Hamısı təsadüfdən yönlü hal oldu. Onun heç bir problemi yoxdur. Milli mənşəli sözlər hal şəkilçili hal kateqoriyası ilə işlənəndə, yəni düşmə hadisəsi olmayacaq. Amma mənsubiyyət şəkilçili söz gələrsə bu milli sözlərimizin üzərinə, artıq orada düşmə hadisəsi olacaq. Məsəl üçün, bax, beyin sözü idi, düzdürmü? Imız, imiz, umuz, ümüz mənsubiyyət şəkilçisini artıranda, baxın, nə oldu? Beyinimiz olmadı ki, olmadı. Söz kökündəki ikinci sait düşdü artıq. Yaxud da ağıl sözünü götürək. Ağlımız olacaq artıq. Ağılımız yox. Çünki mənsubiyyət şəkilçisi gələndə milli mənşəli sözlərin üzərinə düşmə hadisəsi olmalıdır. Nağıl, taxıl, üfüq, müdir, deməli, paxıl tipli sözlərdə heç bir hal, yəni bu qaydaların heç birinə tabiilik prinsipi yoxdur. Bu qaydalara tabi olmur. Yəni, düşmə hadisəsi olmayacaq. Heç bir anda, heç bir məqamda və s. Nə deyiriksə deyək. İndi isə haqqında danışaq mənsubiyyət və xəbərlik kateqoriyasından. Mənsubiyyət kateqoriyası adından da görüldüyü kimi hansısa şəxslər üzrə mənsubluqdan söhbət gedəcək. Var onların təki, var onların cəmi. Mənsubiyyətdən danışılır. Məsəl üçün, mənim anam. Birinci şəxsin təkində. Sənin anan. Onun anası. Bizim anamız. Sizin ananız. Onların anaları. Onların anası tipli deyimlərdə mövcuddur əslində. Deməli, birinci şəxsin təkində m, ikinci şəxsin təkində n, üçüncü şəxsin təkində ı. Burada bitişdirici var. Sonra, birinci şəxsin cəmində ımız, imiz, umuz, ümüzdür. Sadəcə burada söz sait ilə bitib deyə mən ana ımız şəklində yaza bilmirəm. Aydındır, hansı şəkilçidir o? Imızdır əslində. Sizin ananız, onların anaları. Bu formada istənilən bir sözü mənsubiyyət kateqoriyasına görə dəyişə bilərik. Yaxud da başqa bir söz götürək. Kitab sözünü götürək. Mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Əvvəlcə təkə görə dəyişirəm. Məsəl üçün, birinci şəxsin təkində nə olacaq? Mənim kitabım. İkinci şəxsin təkində sənin kitabın, üçüncü şəxsin təkində onun kitabı. Bu şəkildə. Yəqin ki, orada bir qaranlıq qalası bir məqam yoxdur. Çünki mənsubiyyət kateqoriyası ən asan, ən rahat kateqoriyadır. Gəldik haqqında danışaq xəbərlik kateqoriyasına. Məsəl üçün, yenə gələ şəxsləri silməyərdim. Yenə burada da 3 dənə şəxs özünü göstərəcək. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Yenə orada tək və cəmlik anlayışları var. Yenə bir dənə siz söz götürürsünüz. Məsəl üçün, uşaq sözünü götürək. Mən uşağam.
Kaş uşaq olardıq, bu yazmadır. Mən uşağam. Sən uşaqsan. O uşaqdır. Aydındır. Təklərdə işlətdim. İndi cəmləri işlədək. Biz uşağıq. Siz uşaqsınız. Onlar uşaqdırlar. Deməli, yaxud da başqa bir söz götürün özlüyünüzdə. Bu verilən şəkilçiləri üzərinə artırın. Nə deyək? Nə deyək başqa? Mən babayam, sən babasan, o babadır. Biz babayıq, siz babasınız, onlar babadırlar. Bu da oldu bizim xəbərli kateqoriyamız. Belə, burada başqa heç bir məqam qalmadı. Bir də orada var, çox qısa sifətləşmə məqamı var. Məsəl üçün, lövhənin sonuna belə bir qeydlər yazmışam. Dəmirdir, qızıldır, gümüşdür, taxtadır, torpaq sözləri. Orijinal versiyada bunlar nədir? İsimdir. Dəmir nə? İsim. Gümüş nə? İsim. Amma deyir, cümlədə işlənəndə sifətləşir. Məsəl üçün, taxta, qaşıq, nə bilim, sındı, qırıldı və s. Nə qaşıq? Hansı qaşıq? Taxta qaşıq. Əslində, taxta nə sualına cavab verir? Amma deyir, belə birləşmə cümlə daxilində artıq nə olur? Keçir olur cümlə daxilində sifətin qarşılığı sifət kimi. Yaxud da məsəl üçün yazaq torpaq nə bilim qala yazaq və s. yazaq. Nə bilim yazaq sonra gümüş sözü, nə bilim yazaq gümüş boyunbağı, gümüş sev və s. Bunların mənsubiyyəti isimdir. Bunları qarışdırmayın. Bunlar özü isim sayılır. Sadəcə cümlədə sintaktik təhlil zamanı bu əslində ona xidmət edir. Birləşmə daxilində bu sözləri biz təyin kimi götürürük deyə, bizə lazım olan belə məqamdır. Sadəcə onu dedim. Hər halda bunu da bilmiş olarıq. İsimin sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm.